Salam, hər vaxtın xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Azərbaycanın ilk ən qədim dövləti olan Manna dövləti haqqında məlumat verəcəm. Mannalılar bizim keçdiyimiz Kutilərin, Lulubilərin, Su tayfalarının varisləri hesab olunur. Eramızdan əvvəl 11-9-cu əsrlərdə qeyd edək, eradan əvvəl 11-9-cu əsrlərdə məhz Manna vilayətlərinin hər biri müstəqil idi və hər bir müstəqil vilayətin bir başçısı var idi, ordusu var idi, belə deyək də, artıq hər biri özünü müstəqil hesab edirdi. Bəs Manna vilayətlərinin belə müstəqil olması gələcəkdə nə kimi təhlükə yarada bilər? Gəlin ondan yaxından tanış olaq. Mannanın müxtəlif vilayətləri var idi. Bu vilayətlərin hər biri müstəqil idi. Hər birinin öz başçısı var idi və bu vilayətlərin müstəqil olması gələcəkdə düşmənlərin Mannaya asan şəkildə hücum etməsinə şərait yaradırdı. Bəs bu vilayətlər hansılar idi? Məsələn, Gilzan, Zikertu, Subi, Messi, Zamua və s. kimi vilayətləri mövcud idi. Gəlin qeyd edək görək, Mannanın əsasən düşməni hansı dövlət olub və əsasən müttəfiqi hansı dövlət olub? Niyə əsasən deyirəm? Çünki bəzi hallarda bu dəyişirdi. İki dövlətdən ən çox Mannanın siyasəti ilə bağlı iki dövlətdən ən çox danışacağıq. Birincisi Assuriyadır, digəri isə Urartudur. Baxın, Urartu və Assuriya. Assuriya iki çay arasının şimalda yaranmış bir dövlət idi. Urartu da Van gölünə yaxın bir yer, belə deyək, yaranmış dövlət idi. Və Manna da Araz çayından cənubda yerləşən bir dövlətimiz olub. Manna. Qeyd edim ki, Urartu Manna ilə daha çox düşmənçilik edib. Yəni Mannanın düşməni əsasən Urartu olub. Düşmən yazıram. Assuriya da əsasən müttəfiq olub. Müttəfiq. Müttəfiq də yəni nə? Yəni siyasi görüşləri eyni olan, bir-birlərinə lazım gəldikdə yardım göstərən və dost olan dövlətlər. Amma həmişə belə olmayıb, bəzi hallarda, bəzi hökmdarların dövründə bu dəyişib. Bunu birazdan yaxından bununla bağlı tanış olacağıq. Mannanın vilayəti olan Zamua vilayətindən danışmaq istəyirəm. Zamua əvvəllər Lulubilərin yaşadığı ərazi olur. Zamua. Qeyd edim ki, Mannanın ən böyük və ən güclü vilayəti idi və ərazisi ilə Urmiya gölündən kiçik Zab çayına qədər çatırdı. Hətta Manna dövləti yarandıqdan sonra da məhz Lulubilər ölkəsi adlanmışdı, həmin o Zamua vilayəti. Onu da qeyd edim ki, Manna dövlətinin yaranmasında Zamua vilayətinin hakimlərinin böyük rolu olmuşdu. Sual düşdək, yəni Manna dövlətinin yaranmasında hansı vilayətin başçısı daha böyük rol oynamışdı? Əlbəttə deyəcəksiniz, Zamua vilayətinin. Manna adına rast gəlinmişdi eramızdan əvvəl 9-cu əsrdə məhz Assur hökmdarı 3-cü Salmansarın Mix yazılı kitabəsində. Yəni 9-cu əsr deyəndə eramızdan əvvəl 843, daha dəqiq desək, bu tarixdə Manna adına rast gəlinmişdi. Bəs daha sonra 3-cü Salmansarın, yəni Assur hökmdarı 3-cü Salmansarın eramızdan əvvəl 829-cu ildə sərkərdəsinin də Mannaya hücumunu görmüşük və o hücum edərkən belə bir ifadə işlətmişdi ki, mən Mannalı Udakinin məskəninə yaxınlaşdım. Yəni burada Manna hökmdarı olan Udakinin adı çəkilir. Eramızdan əvvəl 829-da 3-cü Salmansarın sərkərdəsinin hücumu zamanı. Manna necə bir dövlətdir ictimai quruluşuna görə? Əlbəttə ki, ictimai quruluşuna görə quldar dövlətdir. Quldar. Siyasi formasına görə isə belə deyək ki, monarxiyadır. Monarxiya, yəni hakimiyyət irsən keçirdi. Atadan oğula, yaxud da qardaşdan qardaşa. Eramızdan əvvəl 8-ci əsrdə Mannada hökmdar hakimiyyəti irsən keçməyə başlamışdı. İrsən. Eyni zamanda eradan əvvəl 8-ci əsrdə həm də Manna mərkəzləşmiş dövlət olur. Mərkəzləşmiş dövlət. Gördüyünüz kimi 8-ci əsrdən danışıramsa, deməli ən çox bu düşəcək Manna hökmdarı İranzunun hakimiyyəti dövrünə. Onu da qeyd edim ki, Mannada Ağsaqqallar Şurasının mövcud olması, onun ibtidai icmadan sinifli cəmiyyətə yenicə keçdiyini göstərirdi. İndi isə mən Manna hökmdarları haqqında məlumat vermək istəyirəm. Hansı ki, birinci, belə deyək də, ən çox geniş danışacağımız hökmdar İranzudur. İranzuya Yanzu da deyə bilərik. Eramızdan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olmuşdu. İranzunun daxili siyasəti var idi, xarici siyasəti var idi. Daxili siyasətinə əsasən daxili məsələlərdən danışacaq. Məsələn, canişinlik yaratmışdı. Canişinlik nədir? Yəni, müxtəlif vilayətlərə hakimlər təyin edirdi. Nə bilim, Zikertuya, Gilzana, Subiya hakimlər təyin edirdi və o hakimlər
kimə tabe olacaqdı? Hökmdara tabe olacaqdı. Onu da qeyd edim ki, Mannanın paytaxtı İzirtu şəhəri olmuşdu. İzirtu da necə yadda saxlaya bilərik? Bu Urmiya gölüdür. Urmiyanın cənubunda təxmini baxın bu hissədə. İzirtu şəhərini qeyd edəcəyik. Bu paytaxt şəhərdir. Yəni cənubda yerləşirdi. Urmiya gölünün cənub hissəsində, aşağı hissəsində siz xəritədə İzirtunu tapacaqsınız. Və canişinlik sistemini yaratmışdı. Həmin o canişinlər müxtəlif vilayətlərin hakimləri hara tabe olacaqdı? Mərkəzdə yerləşən hökmdara. Yəni hökmdarın tabeliyi altında fəaliyyət göstərəcəkdi. Eyni zamanda mərkəzləşmiş dövlət yaratmışdı. Araz sayından cənubdakı əraziləri tam şəkildə özünə tabe etmişdi. Baxın, bu İranzurun daxili siyasəti idi. Və onu da qeyd edim ki, Manna dövlətinin ərazisində siz Araz sayından cənubdakı ərazilərdə axtaracaqsınız xəritədə. Yəni Arazdan şimalda Manna torpağına əsasən rast gəlinmir. İranzurun xarici siyasəti necə idi? Xarici siyasət. Xarici siyasətdə deyilir ki, Asturiya ilə müttəfiq olub. Asturiya ilə müttəfiq. Urartu ilə isə düşmən olub. Yəni Urartuya qarşı mübarizə aparıb. Asturiya ilə isə müttəfiq olub. Onu da qeyd edim ki, Urartu eramızdan əvvəl 9-cu əsrdə, burada qeyd edim, eradan əvvəl 9-cu əsrdə Manna ərazisinə hücum etmişdir və onun Gilzan ərazisini, Gilzan vilayətini tutmuşdur. Ümumiyyətlə, Urartu ilə Asturiya, Azərbaycan torpaqları uğrunda mübarizə aparmışlar. Burada deyəndə, yəni müttəfiq və dost deyəndə tam şəkildə dost başa düşülmür. Burada əslində siyasi məqsədlər ön plana çıxmış olur. İranzurun müttəfiqi Asturiya idi, düşməni Urartu idi və eramızdan əvvəl 735-ci ildə Asturiya ilə Urartu arasında bir döyüş baş verir və Asturiya qalib gəlir. Hətta orada qeyd olunur ki, Asturiyanın bu qələbə qazanmasına Mannanın böyük təsiri, böyük xidməti olmuşdur. Eramızdan əvvəl 719-cu ildə isə Şuandahul və Durdukka şəhərlərində İranzuya qarşı üsyan baş verir. Və bildiyimiz kimi Asturiyada Manna ilə müttəfiq olduğuna görə Asturiya üsyanı yatırmaq üçün gəlir Mannaya dəstək olur. Bu zaman Asturiya hökmdarı kim idi? İkinci Sargon idi. Sargon. Bəs Urartu hökmdarı kim idi? Birinci Rusa idi. Baxın, birinci Rusanın adına rast gələndə bu Urartu hökmdarı olub. İkinci Sargon da Asturiya hökmdarı olub. Və 719-cu ildə qeyd etdiyimiz kimi İranzuya qarşı üsyan baş verir. Bu üsyanın yatırılmasında ikinci Sargon dəstək olur. Və gəlir şəhərləri dağıdır, əhalinin bir hissəsini köçürür, bir sözlə dağıntıya məruz qalır şəhər. Belə bir gərgin zamanda İranzu vəfat edir. Bundan sonra hakimiyyətə oğlu Aza gəlir. Azanı burada qeyd edək və eradan əvvəl 718-716-cı illərdə hakimiyyətdə olur. Aza da atasının siyasətini davam etdirir. Yəni müttəfiqi ilə dostu dəyişmir. Yəni müttəfiq yenə də Asturiya olur, düşmən isə mübarizə apardığı dövlət isə Urartu olur. Lakin Azaya qarşı sui-qəsd təşkil edirlər. Eramızdan əvvəl 716-cı ildə Səhənd Uauş da deyə bilərik buna, Uauş dağı ətəklərində Urartu pərəst canişinlər demək. Yəni Manna ərazisinin elə vilayətləri var idi ki, o vilayətlər Urartunun qalib gəlməsini istəyirdi. Ona görə də onlar Manna hökmdarına qarşı çıxırdı. Həmin o canişinlər, yəni Urartunun tərəfində olan canişinlər Azaya sui-qəsd təşkil edirlər və Azanı öldürürlər. Bundan sonra artıq ölkədə qarışıqlıq yaranır. Bu qarışıqlıqdan kim istifadə edəcək? Əlbəttə ki, Urartu hökmdarı 1-ci Rusa bundan istifadə edəcək. Gələcək Mannanın 22 qalasını və 2 şəhərini tutacaq 1-ci Rusa. Və bu zaman artıq Azanın qardaşı Ullusunu. Bu Ullusunu eradan əvvəl 716-680 Ullusunun hakimiyyətə gəlməsinə 1-ci Rusa kömək göstərəcək. İndi baxın, Urartu kömək göstərəcək Ullusunuya. Ullusunu da nə edəcək? Asturiyadan uzaqlaşacaq, Urartu ilə yaxınlaşacaq. Baxın, atası, qardaşı Asturiya ilə müttəfiq olmuşdu, Urartu ilə düşmən olmuşdu. Amma Ullusunu tam əksi, belə deyək, hakimiyyətin ilk dövründə tam əksi. Urartu ilə müttəfiq olur, Asturiyaya qarşı isə mübarizə aparır. Təbii ki, bu bir məcburiyyət idi. Çünki Urartu bu zaman vəziyyəti ələ almışdı deyə o da çıxılmaz vəziyyətdə qalmışdı. Və bunu eşidən 2-ci Sargon, Asturiya hökmdarı 2-ci Sargon bunu eşidir və eramızdan əvvəl elə 716-cı ildə hücum edir hara? Mannaya hücum edir. Və bu zaman Manna paytaxtını, İzirtunu tutub yandırır. Və Ullusunu bunu eşidəndə təbii ki, əfv olunmağını istəyir, bağışlanmağını istəyir və 2-ci Sargon da Ullusununu bağışlayır və atasının taxtına belə deyək də əyləşdirir. Bundan sonra artıq Ullusunu müttəfiq olur kimlə? Elə 2-ci Sargonla. Amma əvvəldə Urartu ilə
belə deyək, yaxınlaşmışdı. Asturiyadan isə uzaqlaşmışdı. Eradan əvvəl 715-ci ildə də elə deməli 2-ci Sarqon Urartunu 715-ci il döyüşündə də məğlub etmişdi. Hətta burada xalq üsyanları belə baş vermişdi. Eramızdan əvvəl 714-cü ildə 2-ci Sarqon Mannaya, Midyaya və başqa ölkələrə böyük yürüş təşkil edir. Baxın, məsələn biz növbəti dərslərdə görəcəyik, Midya dərsini keçəndə, yəni Assuriya hökmdarı 2-ci Sarqonun Midyaya da yürüşü olub. Bunu nə sübut edir? Baxın, bu fakt 714-cü ildə Manna, Midya və başqa ölkələrə hücum sübut edir ki, 2-ci Sarqon həm də Midyaya hücum etmişdir. Və bu yürüş etməkdə Manna ilə bağlı onun 3 məqsədi var idi. Yəni 2-ci Sarqonun bu böyük yürüş təşkil etməkdə bağlı 3 məqsədi var idi. Məqsəd o idi ki, Mannanı Urartu təcavüzündən xilas etmək, baxın, yəni düşməni oradan qovmaq, öz hakimiyyətini orada möhkəmləndirmək və Mannadan Asturiyaya xəracın vaxtında gəlməsi təmin etmək. Bu 3 məqsəd var idi. Və eramızdan əvvəl elə həmin ildə 714-cü ildə Sirdaqqa şəhərində Azərbaycan tarixinin ilk müqaviləsi imzalanır. Baxın, dünya tarixində Kadeş müqaviləsi ilk, Azərbaycan tarixində isə 714-də Sirdaqqa müqaviləsidir. Bu müqavilə hansı dövlətlər arasında imzalanır? Manna ilə Asturiya. Şərtlər necə idi? Manna Asturiyaya xərac ödəyəcəkdi. Asturiyada Mannanın işğal edilmiş torpaqlarını geri qaytaracaqdı. Bəs kim işğal etmişdi? Hansı dövlət? Urartu. Yəni Asturiya Urartunun işğal etdiyi torpaqlarını Mannaya geri qaytaracaqdı. Manna da bunun qarşılığında xərac ödəyəcəkdi. Həqiqətən də 714-cü ildə baş vermiş o böyük yürüşün nəticəsində Urartu məğlub olur. Hətta 1-ci Rusa özünü öldürür, bu biabırçılığa görə özünü öldürür və Urartu Mannanın daxili işlərinə bir də qarışa bilmir. Və bundan sonra artıq Ulusunu, belə deyək də, sevinir ki, artıq Manna torpaqları geri qayıtdı. Kimin hesabına? 2-ci Sarqonun hesabına, Asturiya hökmdarının hesabına torpaqları geri qayıtdı. Ona görə də Ulusunu 2-ci Sarqonun şərəfinə nə qoyur? Yazılı abidə. Eradan əvvəl 714-cü ildə yazılı abidə. Abidə uzaldırdı 2-ci Sarqonun şərəfinə ki, sən mənə torpaqların geri qaytarılmasında dəstək göstərmişsən. İndi isə danışmaq istəyirəm Manna hökmdarı, yəni Azadan sonra Manna hökmdarı olan Ahşeridən danışmaq istəyirəm. Ahşerinin hakimiyyət illəri Ahşeri. Eramızdan əvvəl 675-650. Ahşeri tam müstəqil olur. Baxın, müstəqil siyasət. Nə deməkdir bu? Burada yazaq Asturiya, burada da yazaq Urartu. Yəni təxmini bilin ki, Manna ilə necə yaxınlıqda bu dövlətlər yerləşirdi. Müstəqil siyasət yeridir. Yəni biz gördük bundan əvvəl Ulusunu, əvvəl Urartuya, sonra Asturiyaya, nə bilim Aza ilə İranzı Asturiya ilə müttəfiq olmuşdu. Amma və ya onlardan asılı olmuşdu, xərac ödəmişdi. Yəni bu asılılıqları da biz deməliyik də. Amma Ahşeri heç kimdən asılı olmur. Asturiyanın tabeliyindən tamamilə çıxır. Asturiyanın tabeliyindən çıxır. Niyə çıxır? Həm də biraz güvənir. Kimlərə güvənir? O zaman Mannanın şimalında, təxmini bu ərazilərdə və Kür və Araz çayı arasında, baxın təxmini bu ərazilərdə Kimmer, İskit və Sak tayfaları, bu türk tayfaları şimaldan gəlmişlər və bu ərazilərdə məskunlaşmışdılar həmin bu türk tayfaları. Hətta Ahşeri onlara torpaq belə vermişdi. Onlar çox döyüşkən və güclü tayfalar idi. Burada öz şahlığını yaratmışdı. Ahşer də fikirləşdi ki, elə mən bunlara müttəfiq olum, onlara torpaq verim, ərazi verim, məskunlaşdırlar. Mən onlara müttəfiq olum, mübarizə aparım düşmənlərimə qarşı, əsasən də Asturiyaya qarşı. Və belə də olur. Asturiyanın tabeliyindən Ahşeri çıxır və yaxınlaşır kimlərlə? Həmin o İskit. Qısa şəkildə Kimmer, İskit, yəni İskit tayfaları ilə yaxınlaşır. İskitlərin də rəhbəri İşbakay olur. İşbakay. Yəni Ahşeri İşbakay ilə olur nə? Müttəfiq. Müttəfiq olur. Və bunu eşidən Asturiya hökmdarı Aşurbanipal, eramızdan əvvəl 650-ci ildə hücum edir Mannaya. Mannaya hücum edir və Mannanın paytaxtı İzurtunu yandırır, talayır, çoxlu mal, qara və qənimət ələ keçirir. Bu yandırılmanı biz bir də 716-cı ildə 2-ci Sarqonun hücum zamanı görmüşdük. Və bundan sonra xalq nə olacaq? Narazı qalacaq kimdən? Ahşerdən ki, sən niyə Asturiyadan üz döndərmisən? Bax, ölkəmizdə belə bir fəlakətlə üzləşir. Ona görə də xalq elə eramızdan əvvəl 650-də üsyan qaldıracaq
və xalqın bu üsyan nəticəsində Ahşeri hakimiyyətdən devriləcək. Bundan sonra hakimiyyətə onun oğlu Uali gələcək. Uali. Baxın, bu ulusunu deyil, Ualidir. Ahşerdən sonra gələn. Bu isə atasının siyasətinin tam əksini yerinə yetirir. Yəni, Assuriya ilə müttəfiq olur. Assuriya müttəfiq. Amma əslində səhv edir. Ona görə ki, Assuriya bu zamanlar zəifləmişdi və Assuriya Midiyaya, Babilə qarşı mübarizə aparırdı. Və o əlində hakimiyyətlərini yazsaq 650-630-dur hakimiyyətləri eradan əvvəl. Və o əli yəni zəifləmiş Assuriyanı müdafiə edir. Halbuki güclü Midiya və Babil dövləti var. O Midiyada yavaş-yavaş güclənəndən sonra Uallinin hakimiyyət dövründə yox, eramızdan əvvəl 590-cı ildə Manna dövlətinin varlığına son qoydu. Baxın, bu 590-dır. Bu 590 Uallinin hakimiyyətinə düşürmü? Düşmür. 650-630-dur. Bu isə 590-dır. Deməli, Manna dövlətinin süqutu Ualliyə aid deyil. Və Manna qatılır bundan sonra Midiya dövlətinin tərkibinə. Hətta əvvəllər onun kiçik müttəfiqi kimi çıxış edir. Yəni, Manna Midiyanın kiçik müttəfiqi kimi əvvəllər çıxış edir. Mən danışmaq istəyirəm indi Mannanın sosial-iqtisadi vəziyyətindən. Mannada əhali 4 təbəqəyə bölünürdü. Birinci təbəqə əyyanlar, əyyan. İkinci təbəqə sənətkarlar, sənətkar. Üçüncü təbəqə kəndli, kəndli. Və 4-dəki nə olacaq ən sonda? Əlbəttə ki, qullar. Mannanın daha sonra Subi vilayəti var ki, Subi. Bu, atçılığına görə məşhur idi. Atçılıq. Atçılığına görə məşhur olan bir vilayəti hesab olunurdu. Daha sonra Mannanın, danışmaq istəyirəm, Mannada metallurgiyanın inkişaf etdiyi iki ərazisindən, iki vilayətindən bu Həsənli və Ziviyədir. Həsənli və Ziviyə. Ziviyə. Onu da qeyd edim ki, gəlin görək Həsənlidə və Ziviyədə nələr tapılıb. Həsənlidə məsələn qızıl cam tapılıb. Qızıl cam, parça qalıqları tapılıb. Parça qalıqları, bir də şərab küpləri. Şərab küpləri. Bu nəyi sübut edirdi? Qızıl cam üzərində 3 Allah təsvir olunmuşdu. Yəni, bu çox Allahlığı təsvir edirdi özlüyündə. Döyüş arabası qızıl camın üzərində və 3 Allah təsvir olunmuşdu. Parça qalıqları toxuculuğu göstərirdi. Şərab küpləri isə üzümçülüyün inkişafından bizə xəbər verirdi. Bəs Ziviyədə nə tapılmışdı? Ziviyədə məsələn ritonlar tapılmışdı. Riton. Riton nə idi? Buynuz formasında qızıl və gümüş qədəhlər idi. Bir də Ziviyədə tapılmışdı gümüş sini. Gümüş sini. Gümüş sininin də üzərində müəyyən yazılar yazılmışdı. Yəni sini qabildə. Qabildə müəyyən yazılar yazılmışdı və bu yazılar nəyi sübut edirdi? Mannada yerli yazının olmasını. Hansı yazı? Əlbəttə ki, hieroglif. Hieroglif yazı. Hieroglif yazı olub deməli Çində, qədim Misirdə və qədim Mannada. Bunları da oxşar şəkildə yadda saxlamalıyıq. Biz ümumiyyətlə bilirik ki, Azərbaycan cənub hissəsi Mesopotamiya ilə daha yaxın idi. Keçən dərsdə də bunun haqqında danışdıq. Ona görə də bizim Manna dövlətimizin yaranmasına həm də o Mesopotamiya iki çarəsi ilə olan əlaqələr sübut edirdi. Ümumiyyətlə, həmin dövrdə olan tayfalarımız artıq mixi yazını da mənimsəmişdi. Mixi yazı ilə də tanış idi bizim tayfalarımız. İndi isə danışmaq istəyirəm diriliş ağacından. Diriliş ağacı nədir? Dirilik ağacı. Yəni, testdə düşür ki, diriliş ağacı hansı dövlətə aiddir? Təbii götürəcəz Mannaya. Bu da təbiətin ölüb dirilməsini özündə birləşdirirdi. Bir də danışmaq istəyirəm Qrifon və Sfinksdən. Qrifon, bir də Sfinks. Sfinks. Nə deməkdir? Qrifon, şir bədənli, qartal qanadlı, şir və qartal başlı. Gördünüz, hamısı başı da bədəndə heyvana aid oldu. Hamısı heyvandır Grifonda. Amma Sfinksdə şir bədənli, insan başlı. Artıq burada insana məxsus bir xüsusiyyət gördü. Şir bədənli, insan başlı əfsanəvi nə idi? Varlıq idi. Bu mənim Manna dövləti haqqında verdiyim məlumat. Əgər dərsiniz sizə faydalı olursa, bəyənməyi və abunə olmağı unutmayın.